Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala Rasulina Muhammedin və ala alihi və sahbihi ecma'in. Amma ba'd. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Şək yoxdur ki, Allah Azza və Cəllənin bizə olan neymətləri sonsuzdur. Və Rəbbimiz bizdən bu neymətlərə qarşı şükr etməyi tələb edir. Və neymətə şükür də növbənövdür. Var qulun Allahın ona bəxş etdiyi neymətə qarşı qəlbi ilə şükür etməsi, var dili ilə şükür etməsi. Həmçində var qulun o neymətlərə qarşı öz əməli ilə Rəbbinə şükür etməsi. Və alimlər də deyirlər ki, qulun əməli olaraq o neymətə qarşı şükür etməsinin ən gözəl təzahürü o neyməti Rəbbinin yolunda düzgün istiqamətdə xərcləməsidir. Məsələn, Allah Azza və Cəllə insana mal verib, mülk verib, bu neymətdir. Və qul əgər o neyməti Allah Azza və Cəllənin istədiyi istiqamətdə sərf edib, xərcləyirsə, deməli, bu o neymətə əməli şükür sayılır. Həmçinin sağlamlıq və digər şeylər. Və şübhəsiz ki, bu neymətlər içərisində də ən əzəmətli neymət İslam neymətidir. Yəni, iman və hidayət neyməti Allahın bizə bəxş etdiyi və bizi başqalarından bu neymət ilə üstün tutduğu ən əzəmətli neymətdir. Və bu Allah Azza və Cəllənin bizim üzərimizdə olan minnətidir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında iman edənlərdən bəziləri gəlib Allah Rasulunun yanında elə şeylər danışırdılar ki, sanki öz danışıqları ilə iman etdiklərinə görə, İslamı qəbul etdiklərinə görə sanki Allah Rasuluna minnət qoyurdular. Və ona görə də Allah Azza və Cəllə ayə nazil etdi Quranda və məalı tərcüməsi belədir ki, məna olaraq, insanlardan bəziləri İslamı qəbul etdiklərinə görə, ey Peyğəmbər, gəlib sənə minnət edirlər. Və sən onlara de ki, Allah sizə hidayət verdiyinə görə öz minnətini sizin boynumuza qoyub. Yəni, Allahın bizim üzərimizə, yəni Allah Azza və Cəllənin bizə hidayət verməsi Allahın bizim boynumuzda olan minnətidir. Və Allahın, yəni Xaliqin məxluqa bəxş etdiyi neymətlər içərisində ən əzəmətlisidir. Və bayaq qeyd etdiyim kimi, gərək qul bu neyməti, bu əzəmətli neyməti, yəni hidayət neymətini qoruyar. Və bu neymətə qarşı şükr edə və bunun da ən gözəl forması qulun bu neymətə qarşı əməli olaraq şükr etməsidir. Və bu ay, yəni bu Ramazan ayı bunun üçün ən böyük fürsətlərdən birisidir. Çünki bu ay doğrudan da baxırsan nəbəvi və Rabbani tərbiyə ilə dolu olan bir aydır. Təsəvvür et ki, bu ay sənə ən birincisi Allah üçün hətta halal olandan belə imtina etməyə öyrədir. Görün, necə məktəbdir. Yəni, məsələn, biri var ki, din Allahın əmr və qadağanlarından ibarətdir. Və biz bununla Allahın bizə haram etdiklərindən çəkinirik və əmr etdiklərini yerinə yetiririk. Və bir də var, bu ay sənə nəinki Allahın haram etdiklərini, hətta Allah Azza və Cəllənin sənə halal etdiyi şeyləri Allah üçün tərk etməyə öyrədir. Bu, belə bir məktəbdir. Yəni, əslində biz, məsələn, o Ramazan qabağı müəyyən ixtilaflar ki var, o məsələlərdə, yəni o ixtilaflarda, o şeylərə qarşı həris olduğumuz kimi, Ramazan orucuna, Ramazanda olan ibadətlərə qarşı daha həris olsaydıq, daha çox fayda əldə edərdik. Yəni, insan gərək bu ibadətləri iman və ihtisablə edə. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni bu ibadətlərdə gərək qulun şövqü ola. Yəni, ibadətlər adət halına çevrilməli deyil. Yəni, Ramazan gəldi, hamı oruç tutur, mən də tuturam, belə olmalı deyil. Necə ki, bəzi ərəb ölkələrində qadınlar şəriətlə yox, adətlə hicab taxır. Adətlə.
Məsələn, Misirdə belədir. Yəni, qadın hicab taxmasa, çölə çıxsa, bilinir ki, bu xristiyandır. Namaz qılmır, amma hicab taxır. Şəriətlə yox, adətlə. Ona görə gərək ibadətlər adət halına almasın. Ona görə insan istər namaz olsun, istər zikirlər, istər oruc, gərək ibadətlərə qarşı qulda bir şövq olsun. Yəni Ramazan qabağı bir həyəcan olsun. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm demədi ki, mən samə Ramadan. Kim Ramazan orucunu tutarsa, onun günahları bağışlanar, keçmiş və gələcək. Allah Rasulü buyurur ki, mən samə Ramadan imanən və ihtisabə. Kim Ramazan orucunu imanla və onun savabını ummaq qəsdi ilə tutarsa, yəni burada bu şövq var. Yəni insan bu orucu tutarkən, o oruca qarşı, bu ibadətə qarşı olan şövq var, o həyəcan, yəni o ibadəti imanla və Allahdan savabını ummaq qəsdi ilə. Çünki doğrudan da bu ibadət, yəni orucun başqa ibadətlərə nisbətdə çox üstün cəhətləri var. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərin birində buyurur ki, Adəm övladının etdiyi bütün ibadətlər onun üçündür, yalnız orucdan başqa. Oruc mənə xasdır, oruc mənə aiddir və onun savabını mən verəcəm. Alimlər bu hədisin şərhində müəyyən fikirlər ortaya qoyublar. Yəni, nə üçün Peyğəmbər sallallahu aleyhi və səlləm, daha doğrusu Allah azza və cəllə bu hədisi qudsidə deyir ki, qulu, yəni Adəm övladının bütün əməlləri onun üçündür, yalnız orucdan başqa. Yəni, məgər namaz Allah üçün deyil və həc Allah üçün deyil, məgər sədəqə Allah üçün deyil, hamısı Allah üçündür. Məhz nə üçün Allah subhanahu və teala burada orucu xaslaşdırıb? Burada alimlərin, yəni çox rəylər var və daha güclü olan iki rəy var. O rəydən birincisi bizə doğrudan da çox şey öyrədir. O da nədir? Alimlər deyirlər ki, yəni oruc ibadəti İslami ibadətlər içərisində, yəni zəkatdır, həcdir, namazdır, dəstəmazdır və ya qurban kəsmədir, cihaddır, elm öyrətməkdir, və s. və ilə axır. Bu ibadətlər içərisində yeganə ibadətdir ki, hətta namaza nisbətdə. O ibadətdə riya qapısı demək olar ki, bağlıdır. Çünki biz bilirik ki, ibadətlərdə əsas qayə nədir? İbadətdə əsas qayə o ibadəti, yəni tamamlamaq, yerinə yetirmək, icra etmək, yəni bizim dildə isə yola vermək deyil. O ibadətdə qayə var. İbadətlərdə. Məsələn, bu tək oruca aid deyil. Biraz məsələn genişləndirsək, baxacaq ki, çox problemlər ortaya çıxır. Adi zikirdə, məsələn, namazdan sonra zikirlər və ya səhər axşam zikirləri. Zikir yəni nə? Mənası nədir bizim dildə? Anmaq, yəni xatırlamaq. Kimi? Allahı. Şeyx Albani rahimehullah deyir ki, görürsən, namazdan sonra biri zikr edir. Yəni, zikr edir, yəni Rəbbini yad edir. Necə? Yəni, şeyx deyir ki, heç bilmirsən ki, bu Subhanallah dedi ya demədi. Deməli, sənin burada qayən Allahı yad etmək olmadı. Lakin öyrəşmirsən ki, namazdan sonra 33 dəfə Subhanallah olmalıdır. Bunu icra edin. Sən icra etdin nəyisə. Lakin həqiqətdə Allahı yad etdin. Cavab budur ki, xeyr. Şeyx Albani deyir. Ona görə deyir, hətta sənin zikr edərkən Subhanallah və elhamdülillah, Allahu Akbar. Bu ayrı-ayrı et. Bu daha əfsəldir. Niyə? Çünki məqsəd hasil olmalıdır. O da nədir? Allahı yad etmək. İbadətdə qayə budur. Ona görə fikir versən, namazlar necədir? Yəni, gündə bir vaxtda deyil, ayrı-ayrı müxtəlif vaxtlardadır. Hətta qulun ki, başı dünyaya qarışır və günün müəyyən vaxtlarında o dünyadan ayrılıb Rəbbini yad edir. Namazda qayə budur. Ona görə Allah subhanahu ta'ala Musa aleyhissalama nə dedi? Rəbbini xatırlamaq üçün namaza dur. Yəni, namazı, alimlər bu ayədən bunu çıxarırlar ki, yəni, namaza durmada qayə nədir? Allahı xatırlamaq. Ona görə İbn Teymiyyə rahmetullah deyir ki, namazda xuşu namazın vaciblərindəndir. Yəni bir adam bilərəkdən
namazda xoşunu tərk etsə, onun namazı batildir. Lakin elmi əmanət olaraq deyim ki, bu ixtilaflıdır. Bəzi alimlər bunu vacib görməyib. Lakin Şeyxülislam deyir ki, namazda xoşu vacibdir. Niyə? Çünki namazda qayə budur. Namazda qayə, yəni əyilib durmaq deyil. Namazda qayə sənin ən azından, yəni xoşunun ən az həddini deyirəm. O ihsan var, o Rəbbin səni görür. Yox, xoşunun ən az həddi sənin Rəbbinin önündə və ya ən azı namazın içində olduğunun fərqində olmağında. Bu xoşun ən az həddidir. Yəni, əgər bir insan namazda xoşuya əhəmiyyət vermir, heç bu onun, türklər demişkən, umurunda da deyil. Və namazdan onun nəsibi, yadında qalan, xatırladığı bir namaza girərkən etdiyi təkbir, bir də salam vardı. Qalan namaz boyunca bazarda gəzirdi, ticarət edirdi. Şeyxülislam rahmanullah deyir ki, o namazı tezdən qılmalıdır. Lakin əgər namazda niyyəti, yəni təkbir gətirib, Rəbbinin önündə olduğunun fərqindədir, lakin ola bilər namazda şeytan hansısa rükətini oğurladı. Necə hədisdə gəlir ki, yəni ən çirkin oğurluqdur və şeytan üçün də ən böyük qazancdır. Qulun namazdan oğurladığı. Yəni subhanallah, belə baxanda, məsələn, bəzi alimlər deyirlər ki, yəni İblis o ibadətlərin dəyərini müsəlmanlardan daha yaxşı bilir. İblis namazın dəyərini səndən daha yaxşı bilir. Niyə? Çünki o bilir ki, bir dənə səzdəni tərk etdiyinə görə cənnətdən qovulub. Təsəvvürlə, İblis bilir ki, bir dənə səzdəni tərk etdiyinə görə lənətləndi. Və onun gözü önündə sən gündə neçə dəfə səzdə edirsən. Ona görə onun işi, fikir ver, Ömər ibn Xattab nə deyir? Ömər ibn Xattab deyir ki, nə qədər cihad planları olurdu, namazda yadıma düşürdü. Yəni, şeytan gəlirdi, namazda səndən müəyyən rükətləri oğurlamaq bahasına sənə lap cihadın da planını verirdi. Sən müqayisəyə bax. Yəni, müsəlmanlar üzərinə hücuma gedirsən, cihad, şeytan onun planını sənə verir. Lakin təki namazdan nəsə uğurlasın. Yəni, şeytan namazın qədrini səndən daha yaxşı bilir. Ona görə fikir versəz, ixlas bütün ibadətlərdə şərtdir. Məsələn, namazın özündə xas şərtləri var. Orucun özlərində xas şərtləri var. Qurbanın şərtləri var, həccin. Amma ixlas və sünnətə tabiçilik bütün ibadətlərdə şərtdir. İxlas, bir əməlin Allah üçün olması. Və alimlər deyirlər ki, oruz elə bir ibadətdir ki, bu ibadətdə riya qapısı demək olar ki, bağlıdır. Niyə? Çünki ixlasın əksi nədir? Riya və ya sum'a. Riya da nə deməkdir? Mənası, ra'a, yara, yəni göstəriş, sum'ada eşitdirmək. Nə üçün deyilib riya? Göstəriş. Çünki riya adətən o şeylərdə olur ki, o şeyi sən gözlə görə bilirsən. Yəni, qıraqdan zahirən müşahidə olunur. Yəni, məsələn, biri namaz qılır, sən görə bilirsən onun namaz qıldığını, görə bilirsən. Biri zəkat verir, görürsən. Biri həcc edir, bildin ki, həcdən gəldi. Qurban kəsdi, cihad elədi, Quran oxudu. Bütün ibadətlər fikir versən, qıraqdan müşahidə olunur. Qıraqdan müşahidə olunduğuna görə riya qapısı açıqdır, göstəriş. Yeganə ibadət, oruz ibadətidir ki, bu ibadətlər içərisində qıraqdan müşahidə olunmur. İnsan gəzir, oruzludur. Hardan bilirsən oruzludur? Aydındır. Ona görə riya qapısı bağlıdır. Bu məsələnin birinci tərəfi. Və məsələnin ikinci tərəfi, çünki riya adətən o ibadətlərdə olur ki, o ibadətlərdə qulun göstərməyə nəyisə var və fəxr etməsi. Məsələn, namaz qılır, qıraqdan gələ bilər və fikir yarana bilər ki, bu nə yaxşı namaz qılır. Cihad edir, bu şücayətlidir. Nəsə Allah yolunda xərcləyir, bu cömərtdir. Yaxşı Quran oxuyur, yaxşı qaridir. Təriflənəcək yönü var. Amma bir insan oruz tutur 40 dərəcə istidə, yəni ac, susuz, yəni orada öyünəcək bir hal var, öyünəcək bir hal yoxdur. Ona görə alimlər deyirlər ki, oruz ibadətində demək olar ki, riya qapısı bağlıdır. Ona görə hədis-i qudusda Allah Azza və Cəllə deyir ki, oruz isə Adəm övladının etdiyi bütün əməllər içərisində məhz oruz mənə aiddir. Və onun savabını mən verəcəm.
Və İmam Qurtubi rahimehullah burada ikinci rəyi də gətirir. Hansı ki, bu rəy burayı vurmur və lakin qüvvətləndirir. O da Səhih Müslimdə gələn hədisə əsasən. Hədisdə gəlir ki, bu da orucun başqa ibadətlərdən fərqli cəhətidir. Adəm övladının etdiyi bütün salih əməllərin ən az savabı nə qədədir? 10. Bu Allahın rəhmətindəndir. İnsan günah işləyəndə asiliyə 1-ə 1 günah yazılır. Amma insan savab bir iş görəndə və ibadət, onda 1-ə azı 10 yazılır. Və bu 10 da qulun o ibadətdə olan kəmiyyət və keyfiyyətinə görə 700-əcən artır. Və burada da bir şey qeyd edeyim ki, ibadətlərdə əsas olan kəmiyyətdir, yoxsa keyfiyyət? İbadətlərdə əsas olan keyfiyyətdir. Kəmiyyətdən öncə keyfiyyətdir. Ona görə fikir verirsiniz, Abdullah ibn Abbas radiyallahu anhuma deyir ki, bir qulun gecə 2 rükət xuşu ilə ibadət etməsi bütün gecəni xuşusuz ibadət etməsindən əfsəldir. Yəni ibadətində əsas orada qayə, o ibadətdə olan kəmiyyət deyil, əsas orada olan keyfiyyətdir. O xuşu və ixlas. Və İmam Qurtubi rahimehullah deyir ki, bu ibadətlər içərisində yeganə ibadət, oruz ibadətidir ki, onun savabında Allah azza və cəllə hədd qoymuyor. Və Səhih Müslimdəki hədisi gətirir ki, Adəm övladının bütün əməllərinə azı 10 və bu savab da 700-əcən artır orucdan başqa. Hədisdə gəlib ki, orucdan başqa. O mənə aiddir və onun savabını mən verəcəm. Və İmam Qurtubi rahimehullah deyir ki, bu hədisin şərhi mənası budur ki, oruz ibadətlər içərisində yeganə ibadətdir ki, onun savabı üçün hədd yoxdur. Hətta namazda olan hədd oruzda yoxdur. Və bayaqlar qeyd etdiyim Müslimdəki hədisi gətirir. Hədd yəni savabda olan hədd. Say. Hədisdə gəlib ki, azı 10, çoxu da 700. Lakin oruzdan başqa. Oruz mənə aiddir və onun savabını mən verəcəm. Hətta oruz ibadətində də belədir. Əslində oruz ibadətində də kəmiyyət, oruz ibadətində baxma ki, bəli, riya qapısı və lakin orucda da, çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, qul, yəni o çirkin sözləri tərk etmədikcə, orada da təbii orada söyüş də gedir, qeybət də gedir, nəmmamlıq da gedir, hətta insanın yersiz yerə səsini ucaldaraq, qışqıra-qışqıra danışması da gedir. Bütün bunlar tərk etmədikcə, onun, yəni Allahın onun yeməyi, içməyi tərk etməsinə ehtiyacı yoxdur. Yəni qul, məsələn, qeybəti, nəmmamlığı, söyüşü, yersiz danışığı, bu asilikləri tərk etmədikcə, Allah azza və cəllənin onun yeməyi və içməyi tərk etməsinə ehtiyacı yoxdur. Bu hədis bizə nəyi göstərir? Oruzda olan qayəni. Yəni Allah azza və cəllə bu ibadəti ona görə əmr etməyib ki, sən pəhriz saxlayasan. Yəni əgər biz oruzda qayə, yemək və içməkdən imtina etmək olsaydı, onda pəhrizdən fərqi nə idi? Ona da hədisdə gəlib ki, Allah subhanahu ta'ala əgər qul bu çirkin sözləri tərk etmədikcə bu asilikləri, Allahın o qulun yeməyi, içməyi tərk etməsinə ehtiyacı yoxdur. Çünki orucu əmr etməsində qayə mücərrəd olaraq yemək, içməyi tərk etmək deyil. Orucda o uca qayə ki var, qul o qayə ilə yaşamalıdır. Yəni o həyəcanla o orucu tutmalıdır. Yəni Allahın əmr və qadağanlarında olan əsas məqsəd budur. Məqasəd-i şər'iyyət ki deyirlər, yəni şəri məqsədlər ki var, qayələr, bunlardır. Və dua edirəm ki, Allah azza və cəllə bizi eşli fayda götürən qullarından etsin. Və sallallahu alə Muhammed və alə alihi və sahbihi və səlləm.